إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Müəllif rahimehullah buyurur ki, Şafi rahimehullah buyurur ki, əgər Allah subhanahu wa ta'ala öz məxluqlarına bu surədən başqa hüccət nazil etməsəydi, bu onlara kifayət edərdi. Müəllifin deməsi ki, Şafi dedi, Şafi də o böyük imamlardandır. Muhammed bin İdris Əş-Şafi rahimehullah 4 imamdan biridir və Peyğəmbər sallallahu aleyhi və səlləmə nəsəb tərəfdən ən yaxın olanıdır. Hicrətin 150-ci ilində doğulub və 204-cü ilində vəfat edib və bu böyük imam da həmin bu surəyə qısaca şərh verib və təfsir verib və deyir ki, Allah subhanahu ta'ala əgər məxluqlarına bu surədən başqa heç bir şey nazil etməsəydi, onlara kifayət edərdi. İmam Şafi rahimehullahın məqsədi odur ki, elm, əməl, dəvət və səbir babında Allah subhanahu ta'ala bu surədən başqasını nazil etməsəydi, onlara bu surə kifayət edərdi. Hansı tərəfdən? Elm almaq, əməl etmək, dəvət etmək, bir də səbr etmək tərəfdən. Lakin İmam Şafinin məqsədi o demək deyil ki, yəni bu surə dinin başqa ayinlərində insana yetərlidir, kifayətdir. Çünki biz bilirik ki, dində ibadətlər var, namaz var, zəkat var, həcc var, oruc var və bu surədə həmin məsələlər zikr olunmuyub. Yəni, İmam Şafinin də məqsədi ki, hüccət olaraq kifayət edərdi. Yəni, bu 4 mühüm məsələdə, o da nədir? Elmdir, əməldir, dəvətdir və səbirdir. Deməli, İmam Şafi rahimehullahın məqsədi budur. Və ondan bu əsər başqa rəvayətdə də varid olub. Bu, elə bir ki, başa düşməyə daha yaxındır. Buyurur ki, لَوْ تَدَبَّرَ النَّاسُ فِي هَذِهِ السُّورَةِ لَكَفَتْهُمْ. Əgər insanlar bu surə barəsində tədəbbür etsəydilər, düşünsəydilər, onlara kifayət edərdi. Çünki insan bu surəni fikirləşdikdə, düşündükdə görür ki, bu surə bütün dinə dəlalət edir və bütün dini öz içində alır. Elmdir, əməldir, dəvətdir, bir də nədir? Bu yolda olan müsibətlərə səbr etməkdir.